Sizə bir sirr açım, biləsiniz. Şakaya pul lazımdı deyə o başda oturana hökumət özünü axırıncı yola qoyub. Necə? Bakının küçələrində süni tıxac yaratmaqla. Baxın, son vaxtlar Bakının küçələrində nə baş verir? Tıxac, tıxac, tıxac. Niyə? Niyə birdən-birə bu baş verdi? Çünki tıxac olanda nə olur? Benzin lazım olur. Benzinin pulları kimin cibinə gedir? Şakanın cibinə gedir. Bəli, tıxac olanda nə olur? Camaat məcbur yol hərəkət qaydalarını pozur. Düzdür? Düzdür. Cərmələr kimin cibinə gedir? Şakanın cibinə gedir. Odur ki, bax hökumət özünü beləcə axırıncı yola qoyub. Boş küçələrdə süni tıxaclar yaradır. Süni tıxaclar yaradır ki, siz benzin alasınız və şakanın cibinə pul getsin. Bax belə qalmışıq əmdilləhlərin əlində.